xərcin ödəyib qazancı artıq qalanlar və kimə verilməlidir? Qazancı özünün faydasız xərcin ödəmir. Əlhamdülillah bu məsələmiz də bitdi. Qaldı Qədir gecəsinin əməlləri ilə bağlı. Yadınıza gəlirsə, keçən 2 gecədə duanın olunması üçün şərt demişdim sizə. Demişdim ki, onlardan biri budur ki, dua edərkən insan huzurul qəlbdən eləməlidir. Yəni qəlbin tam Allaha verməlidir, ürəyin Allaha bağlamalıdır. Ona görə dua vaxtında çalışın ki, bütün bu qeyrilərdən, Allahdan başqasından nə varsa hamısı yaddan çıxardaq, hamısı onu da bizə kim pislik edib, Allah onları da bağışlasın, kim bizə yaxşılıq edib, Allah onlardan razı olsun. Hər kəsi onu da və hər kəsin də gözəl arzu, çünki bu çox önəmlidir. İnsanlar bu arada xoş arzuda olmaq, insanın duasının qəbul olunmasına çox böyük təsiri var, çox böyük təsiri var. Peyğəmbər salavatullah deyildi ki, la təkunu lə'anin və səbbabin, söyüşsöyənlərdən olmayın, lənət oxuyanlardan olmayın. Onu elə belə demirdi Peyğəmbər salavatullah. Çünki bir insan lap belə haqqına da lənət oxusa, dilini öyrəşdirsə lənətə, onun duasının qəbul olmayı xeyrəm çəkər. Çünki o öyrəşdirib özünün lənətə, öyrəşdirib özünün nifrinə. Mələklər tanışdır onun duasına. Amma o insan ki, bütün insanlar üçün xoş arzuladır, bütün insanlar üçün bağışlanmaq istəyir, arzulayır. Allah onun duasını tez işlər. İnşallah biz də bütün insanlar üçün Allah şahiddir, bağışlanmaq istəyirik. Bəli, yenə deyirəm, dəfələrlə demişik, istisna var. Onlar ki, vətənimizə, onlar ki, torpağımıza, onlar ki, namusumuza, onlar ki, dinimizə rəhm eləməzlər, onlara aid deyil. Amma insan, müsəlman, hər kəs lap günahkardır belə, Allah bağışlasın, Allah hidayət eləsin. Bu bəziləri var ya, istəyir ki, özündən başqa heç cənnətə getməsin. Öyle kimin adını tutsan cəhənnəmə eləyir. Yox, bizdə din elə demir. Din deyir ki, əksinə. Bütün insanlar üçün Allahın cənnəti o qədər böyüdür ki, hamına yer olar, hələ artıq da qalar. Buna görə qoyla Allah hamını bağışlasın, hamısı inşallah cənnət əhli olsun ki, biz də onların içində Allah dualarımızı, əməllərimizi qəbul eləsin inşallah. Deməli, birinci şərtimiz duada huzurul qəlbdir, ürək məsələsidir, Allaha bağlayır ürəyimizi. İkincisi, dedim sizə keçən gecədə istirar halında. İstirar nədir? Yəni, əlin hər yerdən üzülməlidir. Allahın xoşu gəlmir. Gözün başqasında olsun, əlin başqasında olsun. Amma gələsən Allaha dua edəsən, Allah o duanı ciddi hesab eləməz. Dua o vaxtı ciddi hesab olur ki, hər kəsdən əlin üzürsə, gəlirsən, yönəlirsən, tək olan Allaha ki, ilahi, sənin qafra gəlmişəm və bilirəm ki, səndən başqa mənə çarə edən olmaz. İlahi, sən mənim hacətimi ver, sən mənim arzularımı ver, sən mənim istəklərimi ver və sən məni bağışla günə. Bu günləri üçüncü də deyim sizə ki, duanın qəbul olması üçün üçüncü şərtdə sınıq qəlbdən olunan duadır. Sınıq qəlb. Sınıq qəlbdən də yəni kövrək qəlbdən. Kövrək qəlb. O bəzən var, insan yarım saat şapqana vurur, ondan sonra deyir ki, ilahi mənə yox. Bundan yox. Sınıq qəlb, kövrək qəlb. Ağlaya bilsin, lap gözəl. Ağlaya bilməsində biraz kövrəlginə, çalış qəlbini kövrəld. Hədisdə varid olur, hədisi qudsuda Allah təala buyurur ki, mən sınıq qəlbdəyəm, sınıq qəlbdəyəm. Və bəzi belə bir hədis də var, deyir ki, nə vaxt gördünüz qəlbiniz sınıq, onda dua edin. Bilin ki, Allah sənin duvarı eşitmək istəyir, qəlbini eləmək istəyir ki, sənə o qəlbi verir, ürəyi verir. Ona görə çalışın, sınıq qəlblə çalışar, hamımız sınıq qəlblə dua edəyək inşallah, kövrək qəlblə dua edəyək. Lap dua edəyəndə, indi ürəyində dua edirsənsə, ürəyində bəkdən dua edirsənsə, çalışın, bu belə insan necə zarıyar, necə ağlayar, necə ağlamsın onları belə. Və o cür dua daha qəbul olma şərtlərindən. İnşallah Allahın köməyi ilə bu məsələlərə də fikir verək Allahın izni ilə. İnşallah başlayırıq əməllərimizə, 2 rükət yenə namaz qılacaq, bu namaz cəmaatla qılınmır, tək qılınır, hər öz namazı qılacaq, müstəhab namaz çünki cəmaatla qılınmaz. Amma birlikdə qılacaq inşallah. 2 rükət namazı qılandan sonra 70 dəfə əstəğfirullah və ətubu iləh deyəcək. Daha bu gecədə Allahümmə ən qətələ təmirul müminəyin əstəğfirullah və ətubu bu gecənin əməllərində gəlməyib. Bizə necə gəlirsə, böylərimiz necə deyibsə, biz o cür edirik. Bu gecədə inşallah 2 rükət namaz və 70 dəfə əstəğfirullah və ətubu iləh deyəndən sonra rükəyə Allahı başlayacaq. Qutarandan da sonra Allahın köməyi ilə azad söz və digər əməllər ki var, coşan kəbir və s. 100 rükət namaz və yaxud qəza namazları qılmaq və s. dualar inşallah onda hər kəs evdə sonra davam edir Allahın köməyi ilə. Allah qəbul eləsin, Allah da
Bu saat da dəstəmaz yerində tapılır, kimindirsə. Allah qəbul etsin. Amələrimiz Allah'ın qəbul etsin. Salavat verir. Şirket, ehval edesinin nasibinin kudretinin Allah. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد سبحان ربي العظيم وبحمده رب صل على محمد وآل محمد سمع الله سبحان ربي الأعلى وبحمده الله أكبر استغفر الله ربي وأتوب إليه الله سبحان ربي الأعلى وبحمده الله الحمد لله بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين
سبحان ربي الأعلى وبحمده الله أكبر استغفر الله ربي وأتوب إليه سبحان ربي الأعلى وبحمده اللهم صل على محمد وآل محمد الله أكبر الحمد لله أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وآل محمد السلام عليك أيها النبي ورحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين السلام عليكم ورحمة الله بسم الله الرحمن الرحيم استغفر الله واتوب إليه 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 أستغفر الله وأتوب 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 إليه أستغفر الله وأتوب
Estağfirullah ve etûbü ileyh. 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 Selamun Allah kabul etsin inşallah. Estağfirullah Rabbi ve etûbü ileyh. Estağfirullah Rabbi ve etûbü ileyh. İnşallah bir neçə dəqiqədən sonra bir kere Allah'a başlayalım. Bu əməl barədə yenə bir qısa məlumat verin. Bu İmam Sadiq Aleyhisselam'dan bize rəvayət olub ki, 6-cı imamımız buyurub, elə ki Qədir gecəsi oldu, Kur'an'ı başınızın üzerine götürün ve 10 dəfə Allah'ın özünü an verin, 10 dəfə Peyğəmbər ve Ali Peyğəmbərə an verib, hacətlərinizi Allah'tan isteyin. Çünkü Peyğəmbər sallallahu aleyhi ve alihin məşhur vəsiyyətində buyurur ki, mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Biri Allah'ın kitabı, o biri isə Əhl-i Beytim. Sanki bu əziz gecədə, bu gözəl gecədə, bu ən mübarək gecədə biz Peyğəmbər sallallahu aleyhi ve alihin o iki ağır əmanətini götürüb Allah'ın huzuruna gedirik, Allah'ın qapısına gedirik ki, ilahi bu ağır əmanətlərə veririk səni. Kur'an'ı ve Peygamber ve Ali Peygamber'e an verir ki bizim hacetlerimizi vergilən. Ama bu gecenin, Qədir gecesinin en mühüm tələb olunan işi istiğfardır, bağışlanmaq, tələb eləməkdir, bağışlanmaq istəməkdir, günahların bağışlanmasıdır. Demişəm bunu yenə təkrar deyirəm, çünki bu gecədə bütün ilahi təqdirat, Kur'an dediği kimi her bir iş bu gecede bizim hakkımızda bölünenden sonra bu gece mühürlenir. Deməli, illi ruzumuz, illi sağlamlıq, bir lərzində bütün ilahi neymətlər, övlad istəyənlər üçün övlad, sağlamlıq istəyənlər üçün sağlamlıq, maddi və mənəvi elm istəyənlər üçün elm, maddi ve manevi bütün nimetler isteyenler için bu gecede bizim baremizde mühürlenir. Bu gece imzalanır.
Allah gösterməsin ki, nə badə günahlarımız qalar və o günahlarımızın əsasında bizim barəmizdə təqdirat təyin olunur. Yenə də təkrar deyirəm və ona görə çox israr olunur bu gecədə ancaq tövbə, ancaq istiğfar. Yəni bu gecə, belə deyim də sizə, heç bir əməl eləməsin, tək tövbə, istiğfara fikir versin, o daha yaxşıdır ki, digər başqa əməllərdən. Ona görə o əməllər ki, bu gecə bağışlanmağa səbəb olar. Valideynə ehtiram, onları yad eləmək, onlar üçün bağışlanmaq diləmək, hər kəsə valideyni həyatdadırsa, bu gecədə onun əlindən öpsün, üzündən öpsün, ondan halallıq alsın. O necə Peyğəmbər sallallahu zamanında Peyğəmbərə xəbər verdilər ki, bir cavan can verir. Amma bir müddətdə çox əziyyət çəkir. Peyğəmbər sallallahu gəldi o cavanın evinə, gördü deyənlər kimi var. Bu cavan ölüm ayağındadır, sağa, sola qovrulur, ancaq nə yaxşı olur, nə də ki, canı tapşırır. Peyğəmbər sallallahu o cavana dedi ki, cavan, deyil la ilahe illallah, gördü cavanın dili açılmadı. Bir dəfə təkrarladı, deyil la ilahe illallah, gördü yenə də cavandan səs çıxmır. Peyğəmbər sallallahu üzünü çevirdi otaqda əyləşənlərə, dedi ki, bu cavanın anası var. O xanımların içindən biri dedi ki, bəli, mən onun anasıyam ya Resulallah. Dedi, sən bu övladından razısan? Dedi, xeyr. Dedi, mənim xətrimə, mənim ehtiramıma, mənim hörmətimə sən bu balavi bağışla yenən, ondan razı qal yenən. Ana dedi, ya Resulallah, mən onu bağışlamayacaqdım, amma sənin ehtiramı onu bağışlayıram. Bu sözdən sonra Peyğəmbər sallallahu döndü cavana. Dedi, de la ilahe illallah, dedi la ilahe illallah. De Muhammed Resulullah, dedi Muhammed Resulullah. Dedi deyinən, ya mən yaqbalul qalil. Denən, eyvallah ki, azı qəbul edən. İqbal minnil qalil və məndən də bu azı qəbul edən. Cavan da təkrarladı da duaları və bu cürdə canını tapşırdı. İndi biz də bu gecədə əlimizi açmışıq, Allahın dərgahına deyirik, ey azı qəbul edən. Öz dərgahında bu az əməllərimizi çox olaraq bizdən qəbul edə. İlahi, bizim ata-anamızın günahlarını bağışla. Haqları boynumuzda olanların günahını bağışla. O insanlar ki, onların qeybətini eləmişik, onların günahını bağışla. Çünki hədislərdə imamlarımız deyirlər ki, qeybətin kəffarəsi, qeybət elədiyin kəsin kəscül bağışlanmaq istəməkdir. İlahi, bilərəkdən və bilməyərəkdən elədiyimiz bütün günahlarımızı bağışla, xətalarımızı, eyiblərimizi, nöqsanlarımızı bağışla. Balalarımızı xoşbəxt elə, cavanları xoşbəxt elə. Onları ağla gələn və gəlməyən balalardan hifz elə. Və keçən gecələrdə dediyim kimi yenə deyirəm ki, şəriətimiz icazə vermir, dinimiz icazə vermir ki, insan öz günahlarını dilə getirsin, kim üçünsə danışsın. Buna icazə vermir, olmaz, haramdır. Elə o günah qədər haramdır. Bir yerdə dinimiz icazə verirdir, Allahla öz aranda ancaq dilə getirə bilərsən, tək olanda Allahla, ya da ürəyində. Ürəyindən keçib ginəndə ki, ilahi, mən o günah eləmişdim, sən bağışladın, sən eybini örtdün, sən üstünü örtdün, sən. İmam Zeynal'ın ağanın bir duası var, edir, ilahi. Səni necə dua edeyim, necə səndən istəyim ki, mən. Və necə səndən də ümidimi kəsim, sən. Doğrudan da belədir, ilahi, səndən hansı üzlə istəyim? Hər dəfə söz vermişəm ki, daha eləməyəcək eləmişəm. Hər dəfə söz vermişəm ki, daha sənə tərəf qaydıram. Amma yenə də ümidimi səndən kəsə bilmirəm, ilahi. Sənin o kərəmini görürəm, sənin o əfvivi görürəm, sənin o rəhmətini görürəm. Sənin o böyüklüyünü görürəm, əzəmətini görürəm. İlahi, səndən əl də çəkə bilmirəm, əl də üzə bilmirəm. O bir kişi gəldi, dedi, ya Resulallah, mən elə bilirəm ki, daha mən cəhənnəm əhliyəm.
Peygamber sallallahu dedi ki, çoxdur günahların, dedi, çox böyükdür günahların. Dedi, senin günahların böyüdü yoksa dağlar. Dedi, mənim günahlarım ya Resulallah. Dedi, senin günahların böyükdü yoksa yer ve göyler. Dedi, mənim günahlarım ya Resulallah. Dedi, senin günahların böyükdü yoksa Allah'ın rəhməti. Dedi, Allah'ın rəhməti. Dedi, onda naimid olma. Biz de Allah'ın o qəzəbini də əhatə eləyən rəhmətinə sığınırıq. İlahi, sənin rəhmətinə sığınırıq, sənin ətava sığınırıq, sənin kərəmivə sığınırıq. İlahi, bizi də bağışla, ata-anamızı bağışla. İmam Zeynalabdin ağanın bir duası var, adamın qəlbini yandırır. Əlbəttə, ağa məsumdur, ağa bizə öylədir ki, bu dillə dua edir. İmam Zeynalabdin ağa duasında deyir ki, İlahi, sən mənim o günahlarımın üstünü örtmüsən. Eğer o günahlar aşkar olsaydı, hiç mi əzizimiz bize dindirmezdi, bize salam vermezdi. Çok büyüksən ilahi, sənan veriyor böyüklüğü, sənan veriyor əzəmət və, sənan veriyor rəhmət və, ilahimizi bağışla. Amin. İnşallah, Rabbi, vaxtımız var da bir 3 dəqiqə, 5 dəqiqə heç mən də danışmayayım. Hələ biz öz dilimizdə, çünki ürək, o bir ağadan soruşdu alimdən, dedi, biz ziyarətə gedəndə məsumları necə ziyarət edəyək? Dedi, ürəyimizlə. Dedi, necə ürəyimizlə? Dedi, o ziyarətnamələri qoyun kənara. Gör, sənin ürəyin necə İmam Hüseynə salam verir, elə salam verir. Gör, sənin ürəyin Peyğəmbərə necə salam verir, elə salam verir. Gör, ürəyin Həzrət Əliyə nə demək istəyir, elə denən, ziyarəti elə eləyin. Elə mən də o alimin sözünü deyirəm sizə. İnşallah sizə ziyarətlər qismət olanda çalışın, ürəyinizlə ziyarət edin. Görün, ürəyiniz nə deyir sizə. İnşallah bir 3-5 dəqiqə sakit qalın mən. Hələ siz ürəyinizlə Allaha görün nə demək istiyorsunuz, necə münacat ediyorsunuz. İlahi, səndən başqa heç birimiz yoxdur. Səndən başqa, qapından başqa gedəcək qapımız yoxdur. İmam Zaman ağadan başqa heç birimiz yoxdur, İlahi. Ağamızın zuhrunu təcil elə, İlahi. Dünyanın hər yerindən məzlumlara özün kömək ol, İlahi. Bəziləri də bizi kimsəsiz bilirlər, sahibsiz bilirlər. Bize cürət edirlər, İlahi. Bizi öz başımıza bırakma. Bizi bir göz qırpınında da öz nəfsimizin öhdəsinə bırakma, İlahi. İnşallah Kur'anları açar qoya qarşımıza. Hamılıqla deyək. Bismillahirrahmanirrahim. Allahumma inni as'aluka وما فيه وفيه اسمك الأكبر وأسماؤك الحسنى وما يخاف ويرجى أن تجعلني من عتقائك Ey Allah, sənə an veririk, səndən istiyoruz, nazil etdiğin kitabına xatir, Kur'an'a xatir. Sənə an veririk o Kur'an'ında olanlara, İlahi sənin an veririk o Kur'an'ında olan en büyük adılar. İlahi sənə an veririk o Kur'an'da olan güzel adları var. Ve Kur'an'da qorxduğumuz ilahi qəzəbdən yaranan cəhənnəm əzabına,
ve ümid ettiğimiz rahmetinden yaranan cennetül an verir. İlahi, bu anlardan sonra isteğimiz budur. En tec'aleni min utekaike minen nar. İlahi, bizi cehennem odundan xilas et. Amin. İnşallah Kur'anları koyup başımıza, hamdülillah diyeyim. Allahümme bihaqqi hazel Kur'an ve bihaqqi men erseltehu bi ve bihaqqi kulli mu'minin medahtehu بحقك عليه فلا أحد أعرف بحقك منك. Ey Allah, sana an verir bu Kur'an'ın hakkını. Sana an verir bu Kur'an'ı gönderdiğin peygamberin hakkını. Sana an verir bu Kur'an'da tarif ettiğin her bir müminin hakkını. Ki o müminlerin emiri, emirul müminin Ali ibn Abi Talib'dir. İlahi sana an verir, senin o müminler üzerinde olan hakkı var ve senden başka bu hakkın büyüklüğünü bilen yoktur ilahi. Bike ya Allah, bike ya Allah, bike ya Allah, bike ya Allah. Sana an verir öz əzəməti və sana an verir izzəti və cəlalı və ilahi. Bu məsciddə olanların özlərin, əzizlərin dünya və ahirətdə xoşbəxtdir. İlahi, dünyadan gedənlərimizin ruhu şad elə. İlahi, bi Muhammedin, bi Muhammedin, bi Muhammed, bi Muhammedin, bi Muhammedin, بمحمد sallallahu aleyhi ve alihi ve sellem. İlahi sana an verir Peygamber sallallahu sana an verir Peygamberin azametine ilahi. Onun ümmeti dünyanın her yerinde izzetli karar veriyor. Onun ümmetine düşmancılık edenleri mahfuz mabuldur. İlahi sana verir Peygamberin Hanım Zəhra ile ayrılığına ki çok ağır sahnedir. Hanım Fatime Zəhra ağlayır. Peygamber salavatla deyir ki Fatime ağlayırsan dilinizi ağlamayayım atacağım. Senden ayrılırız, sen bizden ayrılırsan. Dedi yaxın gəlir Fatime sana bir söz diyeyim. Hanım Zəhra qulağını yaxınlaşdırdı Peygamberimizin mübarək dodaqlarına. Peygamber ona bir söz dedi, Hanım Zəhra güldü. Sonradan soruşdular, dediler ya Zəhra ne demişti sana Resulullah sen güldün. Dedi mənə dedi ki darıxma balam, ümmetinden mənə en tez qovuşan sen olacaksın. Bir tane daha hemen anda sahne var, bilmirəm bunu keçən il demişəmsə yoxsa yox. Peygamberin hemen ağır saatinde, vaxtında qapı döyülür. Hazreti Zəhra geldi kapıya, kimdir? Dediler Resulullah için gelmişim. Hanım Zəhra dedi benim atam xəstədir. Bu 2 dəfə təkrar uyandı. 3-cüdə Peygamber sallallahu aleyhi dedi Fatimə, hiç bilirsən o gelen kimdir? Dedi kimdir atacağım? Dedi o hiç kapıdan izin almır. O bu kapının ehtiramına izin alır. O bu kapıdan evde yaşayanların ehtiramına izin alır. Ya Fatıma izin ver koy gelsin. O ölüm meleğidir. İlahi sana an verir.
Xanım Zəhra ilə Peyğəmbərin ayrılığına, heç balanı atasından ayrı salma. Heç balanı anasından ayrı salma. İlahi bütün balaları xoşbəxt elə. İlahi heç kəsi uşaq yaşlarında yetim qoyma ilahi. İlahi bi Aliyyin, 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 aleyhisselam. İlahi selam veriyor ağamız, Mevlamız, müminlerin emiri, vəsilərin ağası, muttəqilərin imamı, Həzreti Ali Aleyhisselam'a, ilahi Ali aşıkların yer üzerinde xətadan, bəladan hifz edin. İlahi dünyanın her yerinde Aliyyum Veliyullah şuarı muca ile. İlahi bi Fatimete, bi Fatimete, bi Fatime, bi Fatimete, bi Fatimete, bi Fatime, bi Fatimete, bi Fatimete, bi Fatimete, bi Fatime, aleyhisselam. İlahi sana an verir Xanım Fatime-i Zehra'ya, dünya hanımlarının hanımına, cennet hanımlarının hanımına, ilahi ana bacılarımızın, onların iffətini qorumaqda onlara kömək olur. Zəhra əmanəti olan hicabı hifz eləməkdə onlara kömək olur. Xanım Fatime-i Zəhra salamın qaləyxə, Həzrət Əli ilə elə ki, xanım vəsiyyət eləmişdi, məni əmoğlu gecə dəfn edəsən, mən gecə qüsul verəsən, gecə namazını qılasan, gecə dəfn edəsən, istəmirəm haqqıma zülm eləyənlər dəfnində iştirak eləsin. Bir də vəsiyyət eləmişdi ki, ya Ali, məni dəfn edəndən sonra gələrsən qəbrim üstə Quran oxuyasan. Həzrət Əli bütün xanım Zəhranın vəsiyyətini əməl edib, uşaqlar, balalar aram olandan sonra gəlib əyləşib o gizlin qalan qəbri üstə Quran oxuyur, həzin səsi ilə ki, bu vəsiyyətdə əməl edeyim. Günün ağırlığından, müsibətin ağırlığından Həzrət Əlini huş apardı. Elə gözün yummuşdu, gördü əmisi qızı Zəhra Fatimə, deyir ki, Əli, dur gedib. Ya Zəhra, özün vəsiyyət eləmişsən, özün istəmişsən. Dedi, bəli Əli, özüm istəmişim. Amma indi də özüm istəyirəm, get evə. Niyə Zəhra, niyə Fatimə? Dedi, çünki balalarım oyanıblar. Həsənlə Hüseyin, Zeynəb, Kulsum, baxırlar mənim boş yatağımı ağlayır. Əli onları ağlatır. Əli onları ağlamağa qoymur. Bax, bu gecədə bir sən nə demək istəyirəm, hamımızın dilindən. Demək istəyirəm ki, Fatimə, biz də sənin yetimlərik. Bizi de tapşır öz balana, bizi de tapşır zamanı imamına. Denen nəzərimizdən çəkməsin. Biz de sahipsizük, biz de adamsızük, biz de ilahi pərverdigarı aləm. Xanım Zəhraya xatir, onun balasına xidmət eləməyi nəsib elə bizə, ya Allah. İlahi bil-Hasəni, bil-Hasəni, bil-Hasan, bil-Hasəni, bil-Hasəni, bil-Hasan, bil-Hasəni, bil-Hasəni, bil-Hasan, bil-Hasan, aleyhisselam. İlahi sənə an verir İmam Həsənin məzlumiyyətini. Ağamız o qədər məzlumdur ki, İmam Hüseynin sözü ilə İmam Həsənin halı. Bir dənə baxın, fərqə baxın. İmam Hüseyin deyir ki, mən
ailəmdən, qardaşlarımdan, səhabələrimdən vəfalı dostlar görmədim. Yəni, ən vəfalı bunlardır, məni atmadılar. Amma İmam Həsənin öz ordusunun əskəri qılıncla zərbətlədi, yaraladı. Öz evdə yoldaşı ona zəhər verdi. Bu məzlumiyyət, İlahi sənə an veririk İmam Həsənin məzlumiyyətinə, İlahi Pərverdigar-ı aləm. O insanlar ki, çarəsizdirlər, əlacısızdırlar, maddi, mənəvi sıxıntıları var, çətinlikləri var. İlahi İmam Həsənin əli ilə onların dərdinə dərman edir. İlahi bil-Hüseyni, 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 aleyhisselam. İlahi səndən verir İmam Hüseyin'e, onun müsibbətinə. İlahi hamımıza Kərbala qismət. İlahi İmam Hüseyin'in dünya və ahirətdə ziyarət və şəfaatindən bizə ayrı sağlar. Hədisdə varid olub ki, Allah bir bəndəsi üçün xeyir istəsə, onun qəlbinə İmam Hüseyin'in məhəbbətin salar, onun ziyarətini məhəbbətin salar. İlahi sən şahidsən ki, bizim qəlbimiz, ürəyimiz həmişə o altı güşəli qəlbin həsrətindədir ilahi. Özün bizə qismət elə, ya Allah. İmam Hüseynin adı da qəmlidir, sözü də qəmlidir, özü də qəmlidir, ziyarətgahı da qəmlidir, qəbri də qəmlidir. Onun adının nə var, hamısı qəmlidir. Amma o müsibətlərin içində bir ağrı var, adamın qəlbini yandırır. Hər il aşırı axşamı bunu sizə danışıram mən. Xanım Zeynəb baxırdı təllin üstündən. O qədər səbr elədi xanım Zeynəb, o səbr dağı, o səbr dağı. O qədər səbr elədi, İmam Hüseyin yerə yıxılana qədər. Amma daha səbr eləmədi xanım Zeynəb. Təllin üstündən gəldi. Bilirsiniz neynədi? Bir anda o təsəvvürünüzə gətirən Kərbala çölündəsiniz. İmam Hüseyin elə vəziyyətdədir ki, hara yıxılır, ora qanla dolur. O qədər yarası var. Xanım Zeynəb gəldi, qaldı İmam Hüseynin başı üstə. Canlandır gözündə və qaldı başı üstə. Baxdı, dedi, Əntər Hüseyin, sən Hüseyinsən. Sən Hüseyinsən. Yəni Peyğəmbərin qucağında böyüyən Hüseyin sənsən. Həsrət əlinin sinəsi üstə böyüyən Hüseyin sənsən. Zəhra qucağında böyüyən Hüseyin sənsən. O qədər böyük məqamı vardı, o qədər böyük məqamı vardı. İmam Həsənlə İmam Hüseyin Məali Sibteyində yazır bunu Xacə Hayri. Deyir İmam Həsənlə İmam Hüseyin, iki qardaş evdə güləşirlər. İmam Həsən böyüdür, İmam Hüseyin balacadır ondan. Peyğəmbər salavatlar deyir ki, Həsən ayağından tut, Həsən belindən yapış. Həsən, xanım Zəhra gəldi, dedi, atacan, axı biz görmüşük balacaya dəstək olarlar. Dedi, qızım sən görmürsən, Cəbrail İmam Hüseyin tərəfdir. Cəbrail İmam Hüseyin tərəf. İlahi sənad ver İmam Hüseynin haqqına, İmam Hüseynin məqamına, İlahi. İmam Hüseynin xatir biz bağışdır, İlahi. Qəbrimizin birinci gecəsi qəbrimizi İmam Hüseyin nuru ilə inşallandır. İlahi bi Ali ibn el-Hüseyin, 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 aleyhisselam. İlahi sənad
beri dördüncü imamımız İmam Səccad Aleyhisselam. İmam Səccad Aleyhisselam Kərbəla'dan sonra 35 yıl yaşadı. O 35 ildə hər gün Ağa da Seyyid-ü Sacidindir də, Ağa İmam Zeynul Abidin nə deməkdir? İbadət edənlərin zinəti. Hər gün oruc olardı ağamız. Qulağıma deyir ki, iftar olardı. Gətirərdim suyu, qoyardım ağanın qabağına. Ağa baxardı suya. Deyərdim, ağa işlib, ağa iç. Deyərdi, əşlib, içilməyib. Deyərdim, işdə ağa, oruç tutmasan, bütün günü isti Mədinənin günəş şüası, oruçsa, məğrib namazında qılmışsan, şam namazını, iç ağa, iç. Deyərdi, necə içim, atamın başını susuz kəsdim. Yemək qoyardım, eyni şey. Çıxardı Mədinə bazarına İmam Zeynalabdin ağa. Görərdi ki, bir qəssab bir heyvan kəsir. Uca səsi ilə Mədinə bazarında deyərdi, ey qəssab, ey filani, bu heyvanı kəsməmişdən qabağına su verdi. Deyərdilər ki, ağa, bəli, bizdə adətdir. Deyərdi, amma mənim atama su vermədi. İlahi sənə an böyle dördüncü imamımızın o çəkdiyi müsibətə, o gördüklərinə, o yaşadıqlarına, ilahi pərverdigar aləm, cəm xəstələrə şəfa ver. Məxsus bu gecədə iltimas edirlər, xəstələr üçün dua istəyirlər və bizim dəyərli din xadimimiz, bizim gözəl ruhanimiz, balamız, ilkin balamız, yaşı az da olsa amma balamız çox gözəl oxumuşdu, çox yaxşı dərs oxumuşdu. Artıq 2 ildir ki, o gözəl din xadimimiz xəstədir. İlahi, sənə an ver İmam Zeynalabdin ağaya, bu gecənin nəzarətinə, ilahi, imamımızın əli ilə o qardaşımıza şəfa ver. Seyid Buqar qardaşımız, öz kəndimizdən olan və digər əzizlər iltimas edir, bütün bir anımız, İlahi pərverdigar aləm, bütün xəstələrə şəfa ver. Bu cəmin içində də əgər xəstəsi olan varsa, ya özləri, ya öz qohum əqrəbada, ilahi, biz bilmirik, sən bilirsən, sən ürəklərdən agahsan, ilahi, cəm xəstələrə şəfa ver. İlahi, bi Muhammed ibn Ali, bi Muhammed ibn Ali, bi Muhammed ibn Ali, bi Muhammed ibn Ali, محمد بن علي بمحمد 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 بن علي عليهم السلام. İlahisine an verdi 5. imamımız İmam Bakir Aleyhisselam. İmam Muhammed Bakir Ulumun Nebiyyin. Aslı adı budur ağanın. Kamil adı budur. Bakir Ulumun Nebiyyin. Yani peygamberlerin elimlerin aşkar eden. Ona deyirlər Bakir. İlahi sana an verir. O elimleri, sirleri aşkar eden İmam Bakir Aleyhisselam'a. Balalarımızın kalbinde elmə məhəbbət oyat. Cavanlarımızı elimde müvəffəq elə. İlahi elm təhsillarımıza gedən balalarımızı İmam Bakir Aleyhisselam'ın xatir xətadan bəladan hifz elə. İlahi bi Cəfər ibn Muhammed, 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 بجعفر بن محمد 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 عليهم السلام. İlahi sana an verir 6. imamımız İmam Cafer Sadık Aleyhisselam. İmam Cafer Sadık Aleyhisselam'a bize ne kadar Müslüman değillerse o kadar da Cafer'i değiller. Ve biz de bu adına fəxr edirik, iftihar edirik ki bizi hem Resulullah'la adlandırırlar Müslüman ümmeti hem de ağamız İmam Sadık'la Cafer'iler değiller bize. İlahi
Sen dünyanın her yerinde Caferleri hifz eyle. İlahi düşmanlarımızı hidayete kabildilerse hidayet eyle. Yok eğer hidayete kabil değillerse ilahi onları mahvun olur. İlahi İmam Sadiq Məktəbinin davamçılarına izzət əta eyle. İlahi bi Musa ibn Cafer, 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 بموسى بن جعفر عليهم السلام. İlahi sana an verir 7. imamımız Babel Havaic. Hacetler kapısı olan İmam Musa Kazım Aleyhisselam. İlahi onun çektiği musibetlere, onun çektiği ağırlara, ilahi perverdigar-ı alem, onların ki maddi manevi sıkıntıları var, derdi var, çetinliği var, onlar ki zindandadır. İlahi İmam Musa Kazım'a xatir onlara nicat verir. Bir balamız da öz atası için xahiş edib, iltimas edib, deyib ki, dua ediyorsunuz ki, o da nicat tapsın. İlahi İmam Musa Kazım'a xatir o balamızın da isteğini rəva eyle. İlahi bi Ali ibn Musa, 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 بعلي بن موسى بعلي بن موسى عليهم السلام. İlahi selam verir 8. imamımız İmam Rıza Aleyhisselam. Ağanın qəribliğini verirsən ilahi. Qərib diyarda olan bütün balalarımızı, kardeşlerimizi ilahi öz amanında saxla. Onlar ki halal ruzdan ötürü qəribliğindədir. Onlar ki elm təhsil üçün qəribliğindədir. İlahi o balalarımızı hifz eyle, o kardeşlerimizi hifz eyle. Artıq uzun illərdir ki, bizim kəndimizin hər ay davamlı şəkildə bir 40-50 ehtiyaclı ailəsi kömək olur, yardım olur, o qəriblikdə olan balalarımızın, qardaşlarımızın hesabına, köməyinə, vasitəsilə. İlahi, sən onları hifz edə. Sən onları müvəffəq edə. İlahi, bu çətin dönəmdə onları ağla gələn və gəlməyən bəlalardan hifz edə. İlahi, pərverdigar-ı aləm, onların ruzularına, ömürlərinə bərəkət vergin. İlahi, onların balalarına, ailələrine bərəkət vergin. İlahi, Muhammed ibn Ali, 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 محمد بن علي محمد بن علي محمد بن علي عليهم السلام. İlahi sana an verir 9. imamımız İmam Məhəmməd Təqi, İmam Məhəmməd Cavad Aleyhisselam'a. İlahi sen cavanlarımız üçün, xalqımız üçün, millətimiz üçün ruzu yollarını asanlaşdır. İlahi onlara halal ruzu əta eyle. İlahi pərverdigar-ı aləm, borclu olanların borcunu əda eləməkdə onlara kömək olur. İlahi bi Ali ibn Muhammed, 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 علي بن محمد علي بن محمد علي بن محمد عليهم السلام. İlahi sana an verir 10. imamımıza. İlahi Ali'ye Nəqi, Ali'ye Hadi Aleyhisselam. İlahi vətənimizi, xalqımızı, millətimizi, bütün ağla gələn və gəlməyən bəlalardan hifz edin. İlahi bütün İslam aləminə, Azərbaycanımıza xeyir və bərəkət nazil edin. إلهي بالحسن بن علي بالحسن بن علي بالحسن بن علي بالحسن بن علي
بالحسن بن علي بالحسن بن علي بالحسن بن علي بالحسن بن علي بالحسن بن علي بالحسن بن علي عليهم السلام. İlahi sana an veri o birinci İmam Hasan Askeri Aleyhisselam. İlahi Perverdigar alem asker balalarımızı hepsine. Okulumuzu, ezaretlerimizi, askerlerimizi, vakimetlerimizi, kişiliklerimizi hepsine. Vakimetlerimizi koruyor, senetlerimizi koruyor, hepsine. Vaki İslam memleketlerinde koruyor, hepsine. İlahi Perverdigar alem mekanimizin çeşitli olanları, hatalar olanları hepsine. Düşman güllesinden, iman tehlikesinden, Allah Teala gelmiyor belalarından hepsine. Bir daha muharebe olduğuyla, Allah'ıyla bizi imtihan eyle. İlahi bil hücceti İmam Zaman Ağa'nın kavramı. O öyle bir görüşme aldı ki 6. İmamımız görür ki eğer onun zamanında olsa ben de ona hizmetçi olarak İlahi ağamızın zuhuru tezleştir. İlahi ağamızın nazarını vermemizden razısın. İlahi bize zuhuru hazır olanlardan karar ver. İlahi Perverdigar alem evlat arzusu olanlara salih ve salih evlatlar nasip. Bir babamız için mahsus dua eylediler ki evlat arzusunda İlahi seni an ve bir teressül ettiğimiz peygamber ve ağır peygamber. Sen o niyetimizde olan zamanında tezgirle evlat ver. Sen evlat arzusunda olanlara salih ve salih evlat nasip. İlahi İslam'ı ve Müslümanları aziz eyle. İslam ve Müslümanların düşmanları zerri bukhar eyle. İlahi Azerbaycan'ımızı hifzeyle. Vatanımızın çeşitlileri, vatanımızın hizmeti, vatanımızın güzelliği için çalışır, mükafı için çalışır. Her megamda da yükselir. Vatanımıza, dinimize, düşmanlığı mahkum oldu. İlahi Perverdigar alem, can hastalara şifa ver. İlahi bu canın içinde hastası olan varsa, Peygamber ve Allah Peygamber'e hazır olarak şifa ver. İlahi Perverdigar alem, şehitlerimizin ruhlarını alır, daha da alır. İlahi şehitlerimizin ruhlarımıza duacı eyle. İlahi şehitlerimizi İmam Hüseyin'le mahşur eyle. İlahi şehit ailelerinden, balalarından, ata-analarından, valideynlerinden sabır ver. İlahi yaralı gazilerimiz, hasta gazilerimizle Allah'ım, bütün hastalara şifa ver. İlahi bir daha bizim muharebe olduğuyla imtihan eyle. Dünyanın o yerindeki muharebe var, o var, o var, İlahi kudretinle yer üzerinde sulh-i emine